لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə ba'd. İlk növbədə qardaşlar, hər birini salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra Allah həmd olsun, ikinci dərsimizə başlayırıq. Şeyx Zeyd ibn Muhammed ibn Hadi el-Madxali rahimehullahın El-Minhecul Qavim fi Təsbir Rasulul Kerim sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmaqda Doğru Minhec adlı risaləsindən artıq ikinci dərsimizdir. Allahdan istəyirik ki, Allah Subhanahu bunu eşidib dinləyənlər üçün xeyirli etsin, bərəkətli etsin. Allahumma amin. Allah bizləri ixlas eləsin. Amin. Və şeyx buyurdu ki, وَلَقَدْ وَصِفَتِ الْأُمَّةِ الْمُحَمَّدِيَّةِ فِي مُحْكَمِ الْقُرْآنِ بِالْخَيْرِيَّةِ الْمُطْلَقَةِ. Şeyx əvvəlki dərsimizdə xatırlatdı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvəti, Peyğəmbərlərin dəvəti, onlar yəni miras alimlərə. Yəni, onlar necə ki bildik ki, nə qızıl, nə də gümüş miras buraxmazlar. Onların mirası elmdir. Və şeyx alimlərin necə böyük bir fəzilətə sahib olduğunu bizlərə çatdırdı Quran və sünnədən və davam edərək buyurur ki, artıq möhkəm ayələrdən, Qurandan biz bildik ki, Ümmət-i Muhammediyyə, Muhammed sallallahu aleyhi ve sellemin ümməti mütləq olaraq xeyirlə vəsf olunub. Nə üçün xeyirlə vəsf olunub bu ümmət? Ona görə ki, qiyamuhə bi vazifətil əmr bil ma'ruf və nəhy anil munkar. Ona görə ki, onlar yaxşılığa əmr edir, pislikdən çəkindirən bir ümmətdir. Və da'vatu ilallah. Allaha dəvət edən bir ümmətdir. Vəl imanu bihi. Allaha iman gətirən bir ümmətdir. Kəmə fi qavlihi subhanahu və teala. Ona görə bu ümməti Allah subhanahu və teala mübarək kəlamında ən xeyirli ümmət olaraq adlandırıb. Necə ki, Ali İmran surəsinin 110-cu ayədə Uca Rəbbimiz buyurur ki, kuntum xayr ümmətin uxricət linnəsi tə'muruna bil ma'ruf və tənhəvna anil munkar və tu'minuna billah. Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiz. Nəyə görə deyir Allah Subhanahu ən xeyirli ümmətsiz? Çünki yaxşılıq əmr edirsiniz, pislikdən çəkindirirsiniz və Allaha iman gətirirsiniz. Fəlaqad qamət hədihil ümmə bitəbliği risalə el-Muhammediyyəti ləti vərəfəthə an nəbiyhə Muhammedin sallallahu aleyhi və səlləm. Artıq, yəni bu ümmət Peyğəmbər sallallahu aleyhi və səlləmin risalətin yəni təbliğ etməklə ayaqda durub. Baxsan, görərsən ki, bu ümmət Peyğəmbər sallallahu aleyhi və səlləmin hansı ki miras buraxdığı bu elmi, bu dini təbliğ etməklə məşğul olub. Ona görə Allah subhanahu wa ta'ala bu ümməti ən xeyirli ümmət olaraq adlandırıb. Çünki onlar sərikə xayrut turuq və əzkəhə. Ən xeyri və ən təmiz yolla gediblər bu ümmət. Rəbbinin, Xaliqinin və Mövlasının əmr etdiyinə tabi olmaqla. Yəni bunun üzərində durublar. Ona görə Allah subhanahu wa ta'ala onları buyurdu ki, kuntum xayra ümmət. Siz ən xeyirli ümmətsiz dedi Allah subhanahu wa ta'ala. Və həmçinin baxsan, görərsən ki, Allah subhanahu wa ta'ala Peyğəmbərinə və onun ümmətinə, ona tabi olan ümmətə nə söyləyir? Nəhl surəsi 125-ci ayədə Allah subhanahu buyurur ki, ud'u ilə səbili rabbik. Rəbbinə, Rəbbinin yoluna dəvət et. Necə? Bil hikmə vəl məv'izatil həsənə. Hikmətlə və gözəl öyüd nəsihətlə. Allah subhanahu əmr edir. Rəbbinin yoluna hikmətlə, gözəl öyüd nəsihətlə dəvət etkinən və cədilhum billətihi əhsən. Və onlarla gözəl şəkildə mübahisə etdirir Allah subhanahu. Görün, Allah subhanahu wa ta'ala dəvətin üsulunu öyrədir bizlərə, qardaşlar. Bax ki, bu ayəyə dəvətçi necə dəvət etməlidir? Bu ayədən götürməlidir. Hikmətlə,
gözəl öyüd nəsihətlə. Hətta mübahisədə belə. Və həmçinin Allah Subhanahu wa Taala Hud surəsi 112-ci ayədə buyurur ki: "Fəstəqim kəmə umirtə və mən təbə ma'ak." Sən və səninlə bərabər tövbə edənlər, yəni Allahın əmr etdiyi kimi doğru yolda olsunlar. Allah əmr edir. Doğru yolda olcuna öz rəsuluna və həmçinin onunla bərabər tövbə edənlərə deyir. Və həmçinin şeyx buyurur ki: "Və etnə alət duat və əşədə bi saniyəhim." Baxsan, görərsən ki, Allah Subhanahu wa Taala dəvət edən dəvətçiləri mübarək kəlamında tərif edir. Onları səna edir. Onların etdiklərinin, bu yolda dəvətdə çalışdıqlarının Allah daha da ucaldır, uca tutur. Və həmçinin Fussilə surəsi 30-cu ayədə Allah Subhanahu buyurur ki: "Və mən əhsənu qawlan mimmen da'a ilallah və amilə salihan və qala innəni minəl muslimin." Allah Subhanahu taala buyurdu ki, Allaha tərəf çağıran və salih əməl edən və mən müsəlmanlardan deyən kəsdən daha gözəl söz söyləyən kim ola bilər? Görün, Allah Subhanahu necə tərif edir dəvətçiləri. Biz hər birimiz dəvətçiyik. Evimizdə, kəndimizdə, elimizdə, obamızda, vətənimizdə. Hər birimiz dəvətçiyik Allahın dininə. Onun ki, Allah Subhanahu səna edir dəvətçiləri. Allaha tərəf deyir çağırandan, salih əməl işləyəndən daha gözəl söz söyləyən kim ola bilər? Ən gözəl sözü o söyləyir, Allaha dəvət edən. Və rəğəbə fid-davə. Bununla Allah Subhanahu wa Taala dəvətə rəğbətləndirdi. Və həzzərə mən tərəkəhə. Kim də onu dəvət etməyi tərk edibsə, Allah çəkindirdi onu. Allah Subhanahu wa Taala baxsan Yusuf surəsi 108-ci ayədə buyurdu ki: "Qul həzihi səbili." De, bu mənim yolumdur. Əd'u ilallah alə basira. Ənə və mən ittəbə'ani. Mən və mənə tabe olanlar bəsirətlə, yəni elmlə Allaha dəvət edirik, dedi Allah, Allahın Rəsulü. Mən və mənə tabe olanlar Allaha dəvət edirik. Allah Subhanahu taala onların bu sözün Yusuf 108-də gətirir. Təsəvvür elə. Və subhanallah. Allah nöqsansızdır. Pakdır. Və mə ənə minəl müşrikin. Mən də müşriklərdən deyil. Şeyx deyir ki, baxsan kitab və sünnətə necə ki dəlillər gəldi, nususlar, dəlillər, nasslar gəldi. Gördük ki, Allaha və Rəsulu ki, nə ilə gəlib? Allah Rəsulu nə gəlib? Nə gətirib? Özündən yox, ona şəriət vəhiy olunub. Risalət gəlib, şəriətimiz gəlib. İslam dini gəlib. Nəyi təbliğ edib? Baxsan deyir buna, görərsən ki, hər bir kəsin üzərinə vacibdir dəvət eləmək. Ümumi dəvətdir bu. Dəvətun aləmiyyə. Və fardun kifayə. Və vacibun azim mükəlləfəllahu bihi cəmiyil muslimin vəl muslimət. Hər bir müsəlman kişinin və müsəlman qadının üzərinə vacibdir deyir bu dəvəti yerinə yetirmək və bu dəvəti dəvət etmək. Kullu bihəsbi qudratihi. Hər bir şəxs gücünün çatdığı qədər Allahın dininə dəvət etməsi vacibdir, qardaşlar. Vacibdir vallahi ki, Quran və sünnə buna dəlil. Gücün çatdığı qədər. O şey ki, sən özün bilirsən, öz nəfsindən. Bu şeyi dəvət edə bilərsən ailəndə, övladların yanında, zövcənin yanında, qonşuların içində, qohum-əqrabanın içində, kəndində edə bilərsən. Hər hansı bacardığı var. Sözün keçdiyi yer var. Bil ki, bax o sözün keçdiyi yer sənin üçün vacibdir. Vacibdir nədir? Tərki nədir? Günahdır. Tərki günahdır. Yerinə yetirməsən günah qazanırsan. Yükləyirsən özü. Allah qorusun. Və həmçinin sənin məsuliyyətində olan şeylərin çərçivəsində də həmçinin sən məsuliyyət daşıyırsan. Sənin üçün vacibdir. O şey ki, sənin məsuliyyətin altındadır. Dəvət eləməlisən Allaha. Və həmçinin bu dəvət yolunda şeyx deyir ki, cəhd göstərməlisən, çalışmalısan. Yəkunul abd min itba'i nəbiyyi Muhammed sallallahu aleyhi ve sellem həqiqətən lə iddia. Şeyx deyir ki, əgər sən dəvət etsən, sənə düşən şeyləri dəvət etsən, iman gətirsən onun vacibliyinə, yerinə yetirsən, çalışsan, o zaman deyir sən Peyğəmbər sallallahu aleyhi və səlləmin ardıcıllarından olacaqsan.
ona tabi olanlardan olacaqsan. Sonra nə deyir? Həqiqi mənada. La iddia. Heç də yəni dildə iddia edənlər kimi yox. Mən də peyğəmbərin tabiçisiyəm. Mən də ona tabi olanam. Tabi olanam deyirsən, amma heç nə dəvət eləmirsən. Amma dəvət vacibdir. Şeyx deyir ki, kəmə təkunu dəvə bil kəliməti tayyibə və qavlil həsən min kitabə və xitabə və təvcih və tənbih. Necə ki deyir, dəvət gözəl söz söyləməklə olur. Dəvət xoş kəlmələr söyləməklə olur. Dəvət yazmaqla olur. Dəvət xitab etməklə olur. Moizə verməklə, bəlağətli danışmaqla olur. Və həmçinin tövcihətlərlə, tənbihət, yəni xəbərdar etməklə, çəkindirməklə, çatdırmaqla bununla olur dəvət. Fəinnəhə təkunu bil fi'lil cəmil. Gözəl feillərlə, hərəkətlərlə yerinə yetirirsən dəvəti. Və həmçinin yüksək əxlaqla, uca əxlaqla dəvət həmçinin olur. Şeyx buyurur ki, bu ümumi mənadadır, yəni dəvət. Yəni sənin deməyinlə, gözəl sözlər işlətməyinlə, yüksək əxlaq göstərməyinlə, bunlar hamısı dəvətdəndir. Birinci növ budur. Dəvət, yəni sənin sözlərinlə də olur. Və həmçinin şeyx buyurur ki, və həmçinin dəvət nədir? Allahın əmr etdiklərinin yerinə yetirəcəksən. Ey dəvətçi, hər birimizə aiddir. Həmçinin dəvət edirsən, Allah əmr etdiklərini ən birinci sən özün yerinə yetirməlisən. Və nəvahiyyə. Və həmçinin Allahın qadağan etdiklərindən də sən çəkinəcəksən ən birinci. Dəvət etmək istəyirsən, birinci özün qadağalardan çəkinəcəksən. Yəni, qadağalardan çəkinməyimlə mən dəvət etmiş sayılıram. Qadağalar, hansı Allahın əmr etdikləri ki var, o əmrləri birinci dəvətçi özü eləyir. Əmr etdiyi şeyləri yerinə yetirir. Yerinə yetirməklə də şeyx deyir ki, bunların hamısı ilə də gözəl qudva olur, örnək olur. Yerinə yetirməklə bu əxlaqı artıq sən dəvətçisən. Fikir verirsən, yəni həmin halda gözəl əxlaqla elmdə, obanda hamı səndən danışır. Adam heç nə eləmir, hə? Heç kim əlinə mikrofon alıb, görsən küçələrdə danışmır. Elə dəxi, amma necə cəmaat onun haqqında danışır ki, maşallah, həyalı adamdır, əxlaqlı adamdır. Onun heç kimlə işi yoxdur. Bax, bu dəvətdir. Artıq adam öz, yəni, haqların yerinə yetirməklə hələ özündə insanlara dəvət edir. Şeyx buyurur ki, əgər insan özü qadağalardan çəkinib, Allahın əmrlərinin yerinə yetirsə, gözəl əxlaq görsətsə insanlar içində, bu deyir, dəvət olunanlar üzərində gözəl deyir, təsir olacaq. Ən gözəl təsirin olmağı istəyirsənsə budur. Ən birinci dəvətçi özü əməl eləməlidir. Elində istəyirsən insanlara dəvət eləmək, hə? Onların üzərində ən böyük təsiri budur. Sən özün əməl edəcəksən. Yox, əks halda fəizə fəqadət əl-qudvətü salihətə rəşiyyə minəd-da'iyyəti ilallah biheysə yəqul mə lə yəf'al. Əks halda deyir, dəvətçi dəvət etdiyi şeylər ki var Allahın dinindən, onları itirsə, yəni özündə olmasa, özü yerinə yetirməsə o şeyləri, danışdığı gözəl moizələr ki var, Allahın dini ki var, onları yerinə yetirməsə, onlar özündə itirsə, o zaman deyir, misal, etmədiyi bir şey insanlara desə, yəqul söyləyir, mə lə yəfəal, etmədiyi bir şey söyləyir. Və yəd'u ilə salihil əməl, salih əməl etməyə insanları çağırırsan, Allah qorusun, və lə ya'məl, amma özünü eləmirsən. Təsəvvür elə. Fəqad əda'a cühdəhu. Artıq deyir, o öz əziyyətini deyir, zay edib, eləmiş olur. Özün əməl etmədinsə, qardaş. Hər birimizə aiddir, qardaşlar. Dəyərli müsəlmanlar, hər birimizə aiddir. Heç də elə bilmə, bu tələbə və yaxud hər hansısa bir alim, xas ona gəlir. Hər birimiz evində, qohum əqrabanın içində, küçəndə, dəvət olduğun, dəvət etdiyin məkanda, hər yerdə, məhsussan, neysən. Təsəvvürlə deyirsən, amma özün əməl eləmirsən. Allah qorusun. O danışırsan, adam deyir, danışır, hamıya danışır, gözəl moizələr, amma əməl eləmirsə,
danışdığı deyir, zay eləmisən sən deyir, heç bir bərəkət. Və həmsinin şeyx deyir ki, ticarətin iflas etmiş kimidir o. Əgər danışır, amma öz əməl etmirsə. Allahdan bağışlanma istəyirik. Müvəffəqiyyət Allahdandır. Ona görə Bəqərə surəsi 44-cü ayədə Allah Subhanahu buyurur ki: "Ətə'murunən nəsə bil-bir" İnsanlara yaxşılığı əmr edirsiniz. "Və tənsəvnə ənfusakum" Özünüzü unudursunuz amma. "Və entum tətlunəl kitab" Kitabı oxuduğunuz halda. Allah deyir, kitabı oxuyursan, insanlara yaxşılığı əmr edirsən, amma özünü unutmursan, özün onun əməl eləmirsən. Əfələ təqilun Subhanallah. Dərk eləmirsən, məgər Allah deyir. Və başqa ayədə Allah Subhanahu wa Taala Saf surəsində 2-3-cü ayədə buyurur ki: "Ya eyyuhellezine amenu" İman gətirənlərə səslənir Allah Subhanahu Taala. Fikir ver. Ey iman gətirən kəslər. "Limə təquluna ma la təf'alun" Nə üçün özünüz etməyəcəyiniz şeyləri cəmaata söyləyirsiniz? Gör nə qədər axı biz məsuliyyət altındayıq. Allah bizi qorusun, bağışlasın. Hər birimiz vallahi ki. Nə üçün Allah deyir ki, etmədiyin bir şey cəmaata söyləyirsən? Kəbura məqatən indallahi ən təqulu mə la təf'alun etməyəcəyiniz deyir etməyəcəyiniz şeyləri söyləməyiniz deyir Allah qatında deyir qəzəblə qarşılanır. Allah Subhanahu deyir. Etməyəcəyin şeyləri söyləmək. Ona görə dəvətçi mütləqdir ki, dəvət etdiyin şey birinci özünə əməl eləməlisən. Mütləqdir. Ona görə bax ki, sələflərin həyatına nə qədər olub? Sual soruşur, cavab vermir. Balın faydalarından soruşur, cavab vermir. Bir gün, 2 gün, 3 gün sonra soruşur, cavab verir. Deyişik soruşmuşdum axı. Niyə? Eşitmişik də. Deyir ki, çünki özüm onu yeməmişdim. Faydasını bilmirdim. Yəni, özləri etmədiyi bir şey dəvət eləmirdilər. Yerinə yetirmədiyi bir şey dəvət eləmirdilər. Ona görə biz, o demək deyil ki, yəni qardaş, bunun sən sus günan, otur evində, nə bilirsənsə dəvət eləməyəcəksən. Xeyr, dəvət elə, amma bilgilən ki, məsuliyyət daşıyırsan, ona özündə əməl eləməlisən. Allah səndən bunu hesab edəcək. Soruşacaq. Və yekun olaraq, hədislə yekunlaşdıraq, İbn Əbi Asim radiyallahu anhu rəvayət edir. Allah Resulü buyurur ki, "Məsəlul alim əlləzi yuallimun nəsəl xeyra və yensə nəfsəhu." İnsanlara xeyri öyrədən, lakin xeyri insanlara öyrətdiyi halda özün unudan alimin misalı, yəni dəvət edənin misalı. Kəməthəli siraci yudi'u linnəsi və yəhriqu nəfsəhu. İşıq saçır, hansı ki, şam ki var, işıq saçır, lakin özün əridən şamın misalı kimidir. Subhanallah, şam işıq saçır, amma əslində nədir? Özün yandırır, özün əridir. Görün Allah Resulü necə gözəl misal çəkib bizə. İnsanlara xeyrə dəvət edib, amma özün unudan kəs, onun misalı, bax o şamın misalı kimidir. Yanır, özün məhv edir, yandıqsa, insanlara işıq saçdıqsa, amma sonunda özü əriyib gedir. Allah qorusun. Yekun olaraq ona görə Allahdan bağışlanma istəyirik və bilmək lazımdır ki, müvəffəqiyyət Allahdandır və çalışmaq lazımdır, qorxmalıdır hər bir dəvətçi ki, dəvət etdiyi şeyə birinci özü əməl eləməlidir. Allahdan müvəffəqiyyət istəyirik. Subhanallah və bihamdihi, əşhədu an la ilahe illə ent, və estəğfiruke və etûbü ileyk.